Son günlər Rusiya mediasında, Telegram kanallarında və sosial şəbəkələrdə Azərbaycana qarşı ritorika kəskin şəkildə artıb. Nisbi sakitlik dövründən sonra başlanan bu dalğa xaotik deyil. İstifadə olunan ifadələr, tezislər və hədəflər eynidir. Ekspertlər hesab edir ki, bu prosesin mərkəzləşdirilmiş qaydada istiqamət verici mesajlar əsasında həyata keçirildiyini göstərir. Azərbaycan prezidenti müxtəlif ölkələrlə münasibətləri haqqında danışarkən qeyd etmişdir ki, Azərbaycan üçün əsas prinsip müxtəlif ölkələri, o cümlədən və xüsusilə də qonşu ölkələrlə dostluq və proqnozlaşdırılan siyasəti aparmaq prinsipi digər məsələlərdən üstündür və Rusiya ilə də Azərbaycan həmən belə prinsiplərə arxalanaraq öz münasibətlərini qurur. Rusiya Federasiyasının vətəndaşı olan ölkənin iqtisadiyyatına və sosial həyatına töhfə verən azərbaycanlılar da hədəf alınır. Onlar mütəşəkkil cinayətkar qruplaşma kimi təqdim olunur. Haqlarında təhqiramiz, ksenofob ifadələr işlədilir. Paradoks ondadır ki, bütün bunlar Azərbaycanın xoş niyyət addımları fonunda baş verir. Belə ki, Prezident İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərin əhəmiyyətini bir daha vurğulayıb. Həmçinin Xarici İşlər Naziri Ceyhun Bayramovun iyulun 16-sında Rusiyaya səfər edəcəyi də açıqlanıb. Gərginlik dövründə bu səfərin baş tutması Bakının dialoqa açıq olduğunu göstərir. Biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Siz çətinlikləri qeyd etdiniz, bəli biz hamımız onları bilirik, amma mühüm olan odur ki, bu proses artıq geridə qalıb. Həm də deyərdim ki, münasibətlər tam normallaşıb, müxtəlif səviyyələrdə təmaslar baş tutub, hökumət səviyyəsində hökumət üzvləri, hökumətlər arası komissiyaların həmsədrləri, Xarici İşlər Nazirlikləri və Prezident administrasiyaları arasında. Beləliklə, düşünürəm ki, bu istiqamətdə hər şey yaxşı gedir və biz buna şadıq. Lakin Rusiya tərəfi bu xoş niyyəti dəyərləndirmək əvəzinə vəziyyəti gərginləşdirməyi seçib. Təəssüflər olsun ki, Rusiyada müəyyən dairələr hələ də Azərbaycana qarşı müəyyən mövzularda qarayaxma kampaniyasını davam etdirərək iki tərəfli münasibətlərə kölgə salmaq niyyətlərini bariz formada həyata keçirirlər. Xüsusən də media institutları bu yöndə, bəzi qurumlar bu yöndə aktivliklərini nümayiş etdirirlər. Hal-hazırda münasibətlərin belə bir məcrada olduğu vaxtda Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun da Rusiyaya səfəri düşünürəm ki, diqqətə layiq hadisələrdən biridir. Bütün bunlar Rusiyanın Cənubi Qafqazda formalaşmış yeni reallığı ya görməməsi, ya da qəbul etmək istəməməsinin nəticəsidir. Prezident İlham Əliyevin Şuşa forumunda dediyi kimi, Cənubi Qafqazı qavramaq və anlamaq üçün köhnə metodologiyalar tamamilə köhnəlib. Nəticə etibarilə yaxşı olardı ki, Rusiyada artıq köhnə təzyiq metodlarından imtina edərək region ölkələri ilə bərabər hüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qursun.